Dovudu təqdim edir. Şiə Vəhhabiliyi. Saxta əmmamələr haqqında bütün həqiqətlər. 9-cu hissə. Muhammed Şirazi. Siz həqiqəti öyrənməyə hazırsınızmı? Muhammed Şirazi, Sadiq Şirazinin böyük qardaşı, Kərbala elmi hövzəsinin məzunu. Eləcə də o bir müddət İmam Hüseyn əleyhissalamın hərəmində cəmaat namazına da başçılıq etmişdir. Hətta İmam Xomeyni Nəcəfə gələndə, şəhərdə olduğu bütün müddət ərzində Muhammed Şirazi cəmaat namazının rəhbərliyini İmam Xomeyniyə vermişdi. O İraqdan Kuveytə, oradan da Qum şəhərinə köçmüşdü. Qum şəhərində olarkən o nəzərə çarpmadan əks-inqilab qüvvələri ilə əlaqə yaratmağa başlamışdı. Bu haqda məlumat aşkar olanda çox tələbələri onun dərslərini tərk etmişdilər. Bu da öz növbəsində onun sonraki davranışlarına təsir etmişdi. O İran İslam inqilabına qarşı açıq-aşkar təbliğat aparmağa başlamışdı. Lakin əsas məsələ Nəcəf elmi hövzəsinin ona qarşı münasibətidir. O Kərbalada özünü təqlid mərcəsi elan edəndə çoxlu sayda şiələr Nəcəf alimlərinə məktub yazaraq Muhammed Şirazi haqqında sorğu-sual etmişdilər. Biz bir neçə Nəcəf alimini bu məktublara olan rəylərini gətirəcəyik. Ayətullah Əbülqasım Əl-Xoyi, Quddus Sirruh. Allahın adı ilə. Qeyd edilən insanın iştihadı bizim üçün sübuta yetirilməmişdir. Belə ki, biz Nəcəf hövzəsində onun elmi fəaliyyətini görməmişik. Lakin onun ustadı olmuş Həzrət Hüccətül-İslam vəl-Müslimin, Əllamə Şeyx Yusuf Xorasani Hayeri də Allah onun ömrünü uzun etsin. Açıq aydın bu insanın müştəhid olmadığını deyirdi. O bu insanı məndən daha yaxşı tanıyırdı. Əbülqasım Əl-Xoyi, Muhərrəm ayı, Hicri 1392-ci il. Ayətullah Seyyid Mahmud Hüseyni Şahrudi, Allahın adı ilə. Qeyd edilən şəxs mənim tələbəm olmamış və Nəcəf elmi hövzəsində heç vaxt oxumamışdır. Buna görə də onun elmi görüşləri haqqında məlumatım yoxdur və bizim üçün onun iştihadı şəri yolla sübuta yetirilməmişdir. Mahmud Hüseyni Şahrudi, Muhərrəm ayı, Hicri 1392-ci il. Ustadı Şeyx Yusuf Hayri tərəfindən iştihadının olmamasına açıq-aşkar işarə edilən Muhammed Şirazi vəfat edən, onun kiçik qardaşı Sadiq Şirazi özünü təqlid mərcəsi elan etmişdi. O bunu çox mənfurluq və hiyləgərliklə həyata keçirmişdi. Sadəcə olaraq qardaşının bütün ofislərində adı olan lövhələri götürüb öz adı yazılan lövhələrlə əvəz etmişdi. Başqa sözlə desək, Şiə mərcəiyyəti onlar üçün alimdən alimə deyil, qohumdan qohuma keçən taxtac varisliyi kimidir. Bu cür hallarda pak insanlar ofisləri bağlayır, əllərində olan bütün xumsu paylayır və əgər özlərində təqlid mərcəsi olmağa ləyaqət görürlərsə, öz fətvalarının məcmuasını buraxırlar. Bundan sonra əgər özünə xums ödəyən müqəllidlər tapırlarsa, ofis və nümayəndəliklər açırlar. Daha Sadiq Şirazinin etdiyi kimi yox, vəfat günündə qardaşının adı yazılan lövhələri öz adı yazılan lövhələrlə əvəz etməklə. Bununla bərabər o şiələrin ona deyil, Muhammed Şiraziyə ödədikləri xumsi öz reklamında istifadə etmişdir. Həsən Allahyari, Amerika İslamının təbliğatçılarındandır və Şirazi ailəsinin etiqadlarına yaxın etiqadlara sahibdir. Lakin hətta o da bu ailənin elmi tutumsuzluğunu etiraf etməyə məcburdur. Diqqət edin. Adətən Həsən Allahyari çox emosionaldır və hər hansı şəxs haqqında danışanda hisslərə qapır. Lakin bu ailə haqqında danışanda o çox sakit və soyuqqanlıdır. Mən sizin Həzrət Ayətullah-ül-Üzma Seyyid Sadiq Şiraziyə münasibətinizi bilmək istərdim. Son zamanlar siz onun haqqında nəsə demisiniz, biz sizdən gözləməzdik. Mən sizin ümidlərinizi doğrultma haqqında fikirləşmirəm, mən sadəcə həqiqəti deyirəm. Siz deyəsən onun elmi dərəcəsinə şək edirsiniz. Bu şək deyil, hər şey açıq aydındır. Məsələ aydındır. Axı o İmam Hüseyn əleyhissalamın matəmini müdafiə edir. Bu onun elmi dərəcəsini sübut eləmir. Yox, mən nəzərdə tuturam ki, onun baxışları sizin eynidir. Nə olsun, bizim də sizlə baxışlarımız eynidir. Bu sizin alimliyinizi sübut edir.
Mən alimliyi demirəm, etiqadı deyirəm. Mənim onun etiqadı ilə işim yoxdur. Mən onun elmi dərəcəsini tanımıram. Hətta onun ofisindən mənə zəng eləmişdilər. Mən onlara da dedim ki, onun elminə sübutlar gətirsinlər və mən də bunu elan edeyim. Onun ofisi mənimlə əlaqə saxlayanda mən onlara dedim ki, onun alimliyini sübut edəcək bir şey göstərsinlər. Nitqindən, dərslərindən, bəyanatlarından və ya kitablarından onun alimliyini sübut edəcək bir şey. Mən onun alimliyini elan eləməyə hazır idim. Lakin onun ofisi mənim xahişimdən şoka düşmüşdü və heç bir şey cavab verə bilmədilər. Bu onların reaksiyasından bəlli idi. Buna görə də əziz qardaş, mən onun alimliyinə şək etmirəm. Hər şey açıq aydındır və bəllidir. Bu o demək deyil ki, mən onunla düşmənçilik eləyirəm. Mən sadəcə onun alimliyini qəbul eləmirəm. Amma onun etiqadı, mən onu dəstəkləyirəm və düz sayıram. Biz sizi çox sevirik və xahiş edirik ki, siz bütün gücünüzü bizim düşmənlərimizə sərf edəsiniz. Siz özünüz onun haqqında soruşdunuz. Mən ki bu məsələni qaldırmamışdım. Siz soruşdunuz, mən də cavab verdim. Mən özüm bu məsələni qaldırmıram. Bizim onlarla görüşümüz olmuşdu. Mən onlara dedim ki, onun alimliyinə sübutlar gətirsinlər. Mən ki savadsız insan deyiləm. Sübutları görsəm, onun elmi dərəcəsini başa düşə bilərəm. Siz onun alimliyinin sübutlarını mənə göndərin. Dəqiq və aydın olsun. Onun alimliyini sübut edən nitqindən, bəyanatlarından, kitablarından və ya dərslərindən bir şey. Mən dəlilləri təhqiq edib onun alimliyinə şəhadət verərəm. Onlar mənim tələblərimi eşidəndə özlərini itirdilər, çıxıb getdilər və bir də görünmədilər. Mən bu Şirazin tərəfdarlarını çox sevirəm. Onlar çox pak və vilayəti sadiq insanlardır. İstəmirəm ki, onlar məndən incisinlər. Mən öz şəri vəzifəmi yerinə yetirirəm. Məndən inciməyin. Bir nəfərin düzgün etiqadda olması onun təqlid mərcəsi olması üçün kifayət deyildi. Bu çox vacibdir, lakin bu kifayət deyildir. Bunun üçün ictihad və elmi dərəcə də lazımdır. Mən ad çəkmək istəmirəm, lakin siz təqlid mərcələrindən biri haqqında demisiniz ki, sizin onu dəstəkləməniz üçün onun sizə qarşı xüsusi münasibəti var. Düzdür. Kimi nəzərdə tutduğumu bilməlisiniz. Kimi nəzərdə tutduğunuzu bilirəm. Problem nədir? İmam Məhdi, Allah onun zuhurunu tezləşdirsin. Böyük qeybə çəkildikdən sonra Sünnilərlə mübarizədə ən böyük işi siz görmüsünüz. Amma Aşura hadisələrindən sonra haqqında danışdığımız bu insan İmam Hüseyin əleyhissalamın matəm mərasimlərinin dirçəlməsi üçün çox böyük işlər görmüşdür. Mənim əzizim, onun zəhməti az deyil. Misal üçün, bu ilin son hadisəsi 26 milyon insanın İmam Hüseyin əleyhissalamın məzarına piyada yürüşü. Hələ bir neçə il bundan öncə çox az insan bunu yerinə yetirirdi. Hər nə olubsa, bu insanın hesabına olub. Onun açdığı bütün televiziya kanalları az iş deyil. Qardaşım qulaq as. Yox, qoy sözümü tamamlayayım. Çoxları sizə zəng edir və boş-boş şeylər haqqında suallar verirlər. Amma sizin etdikləriniz böyük qeyb dövründə min təqlid mərcələrinin
edə biləcəklərindən qat-qat çoxdur. کاری که جناب عالی کردید خیلی بزرگتر از کاری که هزار تا مرجع تقلید بتونه بکنه تو زمان غیبت. خب حالا از این طرف İndi gəlin sizin nailiyyətlərinizi bir kənara qoyaq və onun qovluğunu açaq. Bir sünninin şiə olması üçün nə qədər güc sərf eləmək lazımdır? Məyər insanları İmam Hüseyn əleyhissalama doğru piyada yürüşə qaldırmaq çox asan işdir? İraqda vəziyyətin ekstremal olduğu bir dövrdə. Bəli, mən sizin nə demək istədiyinizi başa düşdüm. Əgər başqa bir şey varsa deyin, piyada yürüşü başa düşdüm. Bütün mərcəiyyət onun etdiyi işlərlə müqayisəyə gəlmir. Bu birincisi. İkincisi isə siz özünüz bilirsiniz ki, son illərdə Qumda 500 nəfər öz mərcə təqlidliyini elan edib. Mən artıq çaşbaş qalmışam. Bilmirəm nə deyim. Çox sağ ol. Suallara görə çox sağ ol. Bəsdir. Mən səni başa düşdüm. İndi cavab verərəm. Gördüyünüz kimi Sadiq Şirazinin ofisi və tərəfdarları onun elmsizliyini təsdiq edirlər. Lakin matəm mərasimləri üçün çalışdığına görə onun elmsizliyinə göz yumur və ona bəraət qazandırırlar. Suallarınıza görə sizə təşəkkür edirəm və haqqında danışdığınız o insan əslində o matəm mərasimləri üçün işlər görüb. Mən bunu təqzib eləmirəm. Lakin insanların məhz ona görə Kərbəlaya yollanması bu qətiyyən belə deyil. İraqlıların çoxu ona təqlid eləmirlər. Onlar Kərbəlaya piyada yürüyüşü sevirlər. Eləcə də Hindistanlılar və başqaları. Bəli, o insanları piyada yürüyüşlərə çağırıb. Amma mümkündür ki, bəzi insanlar onun sözlərinə görə piyada yürüyüşə gedib. Lakin bütün nailiyyətləri onun ayağına yazmaq düzgün deyil Məhməz qardaş. Siz onun yaxşı insan olduğunu və başqa şeyləri sübut eləyə bilərsiniz. Lakin başqa sübutlar gətirin. Mən İraqda olmuşam və bir insan görməmişəm ki, məhz onun sözlərinə görə yürüşə getsin. Və ya başqa alimlərin, ya da mərcə təqlidlərin sözünə görə. Mən belə insanlar görməmişəm. İmam Hüseyn əleyhissalamın özü bir günəşdir və insanlar özünə cəzb edir. Şiyələr onu sevirlər. Siz düzgün dəlillər gətirin, mən qəbul eləyərəm. Təqlid mərcəsi olmaq üçün savadlı fəqih olmaq lazımdır. İctihad da kifayət deyil. Bu məsələdə onun problemi var. Əgər onun savad problemi olmasaydı, mən ona qarşı olmazdım. Əgər xatırlayırsınızsa, alimlər xatırlayır. Mərhum Xoyi, mərhum Şəhrudi və Nəcəf alimləri bəzi şəxslərin ictihadları haqqında bəyanatlar veriblər. Mən bütün bunlara göz yuma bilmərəm, boynuma vəzifə gəlir. Xoyi bunları hisslərə qapılaraq yazılıb deyənləri isə mən qəbul eləyə bilmərəm. O ədalətli idi və belə eləyə bilməzdi. Görkəmli alimlər onun ədalətinə şəhadət veriblər. Mən buna göz yuma bilmərəm. Onlar bütün bunlara cavab verə bilməzlər. Onların cavabları yalnız cahilləri qane eləyə bilər. Televiziya açıb, nə bilim nə, bu yaxşıdır. O bu kanallarda İmam Hüseyn əleyhissalamla yanaşı özünü də reklam eləyir. Onlar partiya kimi fəaliyyət göstərirlər və bütün dünyada bu belədir. Bütün Hüseyniyələrdə onların öz adamlarıdır. Onların adamları öz rəhbərlərinin iri şəkillərini orada asırlar. Bütün öz Hüseyniyələrində. Xütbə deyənlər dəvət olunanda gərək o öz partiyalarından olsun. Bütün dünyada. Öz gözlərimlə görmüşəm. Onlar ailəvi mərcəiyyət yaradıblar. Vərəsəli mərcəiyyət. Mən bunu qəbul edə bilmərəm. Mərcə savadlı olmalıdır.
bir şəxs vəfat eləyən təqlid mərcəsinin qohumu olduğuna görə deyil, savadlı olduğuna görə təqlid mərcəsi olmalıdır. Şiələrdə həmişə belə olub. Kimliyindən asılı olmayaraq qohumlardan, imkan və adsandan istifadə eləyərək təqlid mərcəsi olmaq fırıldaqçılıqdan başqa bir şey deyil. Hətta o tələb olunan elmi səviyyəyə çatıbsa belə. Hətta bu halda insan gərək düzgünlüyə və müəyyən qaydalara riayət eləsin. Əks halda o fırıldaqçılıqda ittiham olunmaqla risk eləyir. Belə ki, təqlid mərcəsi Şirazi ailəsinin anladığı kimi biznes layihəsi deyil. Təqlid mərcəsi insanların xidmətçisidir və insanları aldadaraq fırıldaqçı kimi hərəkət eləməyə yol verməməlidir. Şirazi ailəsi dini məsələləri və mərcəiyyəti ailə biznesinə çevirmişdi. Buna görə də siz bu ailənin cavan üzvlərinin hələ 30 yaşında öz ailə televiziyaları tərəfindən Ayətullah, Əllamə və bu kimi titullarla təqdim edildiyini görə bilərsiniz. Bu faktdan yan keçməyi çox çətindir. Davamı növbəti bölümlərdə.